Düzgün qidadan başlayır. Sızan bağırsaq nəzəriyyəsi. Niyə heyvani məhsullar iltihab yaradır? Bitki əsaslı pəhrizin iltihab əleyhinə təsiri təkcə bitkilərin gücündə deyil, həm də heyvani qidalardan imtinadadır. Artıq 15 ildir bilirik ki, bir dəfə yüksək heyvan yağı ilə zəngin yemək bədəndə dərhal iltihab səviyyəsini qaldıra bilər. Bu təsir yeməkdən təxminən 4 saat sonra ən yüksək nöqtəyə çatır. Endotel disfunksiyası təcrübəsini xatırlayın. İnsanlara damar genişlənməsini və qan axışını ölçən ultrasəs cihazı qoşulurdu. Göründüyü kimi, heyvani yağı yiyəndən cəmi bir neçə saat sonra damarlarımızın fəaliyyət qabiliyyəti iflic olur. Onların normal açılma gücü təxminən yarı-bayarı azalır. Bu təkcə qolda deyil, bütün qan damarlarında baş verir. Damar divarları iltihablanır, sərtləşir və zədələnir. 5-6 saat sonra bu bir qədər sakitləşsə də, naharda yenidən ət, yumurta və ya süd məhsulu yeyirik. Və bu hal demək olar ki, ömür boyu xroniki iltihab vəziyyətində qalmağımıza gətirib çıxarır. Belə xroniki zəif iltihab, ürək xəstəlikləri, diabet və xərçəng kimi bir çox xəstəliklərin əsas səbəblərindəndir. Eyni hal ağciyərlərdə də baş verir. Heyvan yağı qəbulundan cəmi bir neçə saat sonra nəfəs yollarında da iltihab yaranır. Zərər illər sonra deyil, elə həmin gün baş verir. Bəs iltihabı nə yaradır? İltihab, orqanizmin təhlükə siqnalına verdiyi immun reaksiyasıdır. Alimlər əvvəlcə düşündülər ki, iltihabı heyvani zülallar yaradır. Çünki orqanizm onları yad bədən kimi qəbul edir. Bitkilər isə belə təhlükə kimi tanınmır, ona görə iltihab yaratmır. Amma maraqlıdır ki, eyni iltihabı bir kasa qaymaq da yaradır. Halbuki orada zülal azdır. Bu səbəbdən diqqət heyvan mənşəli yağlara yönəldi. Kərə yağı, donuz yağı, toyuq yağı və s. Amma bu da əsas sualı cavablandırmırdı. Bədən nəyə qarşı hücum edir? Alimlər daha dərinə getdilər və yeməkdən əvvəl və sonra insan qanını analiz etdilər. Nəticə heyrətamiz idi. Heyvani qidalar qəbulundan sonra insanların qanında endotoksinlər aşkarlandı. Endotoksinlər bakteriyalardan gələn toksinlərdir və immun sistemi sanki hücum altındayıq kimi hərəkətə gətirir. Biz təkamül zamanı bakteriyal hücumlara qarşı çox həssas olmuşuq. Yeməkdən sonra bu qədər endotoksin bədənə daxil olanda immun sistemimiz dərhal müdafiəyə keçir. Amma bu endotoksinlər hardan gəlir? Alimlər bilirdi ki, endotoksinlər bakteriyalardan yaranır. Harda bakteriyalar çoxdur? Bağırsaqda. Deməli, belə bir fikir formalaşmışdı. Heyvan yağları bağırsağın selikli qatını zəiflədir. Bakteriyalar qana sızır və hər yeməkdən sonra iltihab yaranır. Siçanlar üzərində aparılan təcrübələr də bunu göstərmişdi. Donuz yağı ilə qidalanan siçanların bağırsaqları sızan hala gəlirdi. Uzun illər belə düşünülürdü ki, doymuş yağlar bağırsaq baryerini pozur və bakteriyal endotoksinlərin qana keçməsinə imkan yaradır. Bu da yumurta və kalbasa kimi heyvani məhsullardan sonra yaranan iltihabla izah olunurdu. Amma indi qəbul edilən fikir budur. Endotoksinlər bağırsaq mikroflorasından, oradakı bakteriyalardan gəlir. Burada bir məntiq problemi var. İltihab yeməkdən cəmi bir neçə saat sonra başlayır. Halbuki bakteriyalar əsasən yoğun bağırsaqda yerləşir və oraya qida 7-8 saata çatır. Bəs bu iltihab o qədər tez necə yaranır? Yeni tədqiqat göstərdi ki, endotoksinlər elə qidanın özündən də daxil ola bilər. Bu, vəziyyəti tam dəyişdi. Alimlər ilk dəfə araşdırdılar. Adi qidalar endotoksin daşıyırmı?
27 fərqli qərb yeməyindən 40 nümunə hazırlandı və onların qan hüceyrələrində iltihab siqnallarını nə qədər gücləndirdiyi ölçüldü. Nəticə, donuz əti, quş əti, süd məhsulları və hətta şokoladda yüksək miqdarda endotoksin tapıldı. Şokolad niyə? Çünki onun hazırlanmasının ilk mərhələsində kakao dənələri bakteriyalar vasitəsilə fermentasiya olunur. Amma şükür ki, şokoladdakı fitonutriyentlər, bitki mənşəli faydalı maddələr bu effekti azaldır və ümumi iltihabı aşağı salır. Təəssüf ki, heyvani məhsullar haqqında bunu demək olmur.